Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Şagird davranış qaydalarına əsasən şagirdlər tədris vaxtı telefon vasitələrindən istifadə edə bilməz. Xəbər verilir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025-2026-cı il tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaxın günlərdə şagird davranış qaydalarının ölkənin bütün ümumi təhsil müəssisələrində tətbiqində nail olunacaq. Həmin qaydalar əsasında şagirdlərin tədris zamanı telefonlardan istifadəsi yol verilməzdir, o bildirib.